Salam ya, bu günləri yeni bir film videosu ilə qarşınızdayım. Bu günləri ən məşhur filmlərdən biri olan Titanic filmi barəsində məlumat verəcəm. Videomuza keçməmişdən və kanala abunə və like atmağı unutmayın ki, bir sonraki videolarımızda da belə məşhur filmlər gəlsin. İncə keçək videomuza. Film 1912-ci ildə batmış məşhur Titanic sərnişin gəmisində baş verən hadisələrə əsaslanır. Əsas süjet xətti budur. Filmin varlı bir qızı olan Rose, Katrin Wilson ilə kasıb rəssam Jake Leonardo DiCaprio arasında qadağan sevgi üzərində qurulur. Onların sevgisi gəminin buza çırpılması ilə faciələnir. Titanic filmi 11 dəfə Oscar mükafatı qazanıb və bu kino tarixində rekordlardan biridir. Titanic filminin məşhur musiqilərindən biri My Heart Will Go On-dur. Jelly Doyle tərəfindən ifa olunub və filmə böyük şöhrət gətirmişdi. Titanic filminin rejissoru və ssenari müəllifi James Cameron olmuşdur. Filmin premyera tarixi 19 dekabr 1997-ci il. Filmin müddəti 3 saat 14 dəqiqədir. Ölçə isə Amerika Birləşmiş Ştatları. Büdcə təxminən 200 milyon dollardır. Gəlir isə 2,2 milyard dollardan çoxdur. Dünyanın ən çox gəlir gətirən filmlərindən biri olmuşdur. Sağ olun, salamat qalın. Bir sonraki videolarımızda görüşənə qədər.